Kardeş bak val budur. Bak val budur. Vuran da budur, va vuran. Vuran da budur. Bak vuran val da budur. Va bu iki. Ha bu ikinci valdır. Bak vuran val budur. Yumurtadır. Val yumurtadır. Arkadaşım çek oğlum. Yaxın olsa. Ya indi arada polnu balı çek. Gözde. Sonra mı oydun adı? Dem dəqiqə. Bak vuran valımız budur kardeş. Bu yumurta fasondur bak. Ki ha. Budur bak budur. Yani buna ben bak əmələ gələcək bir dənə. Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu val Gəncədən müştəri göndəribdi. Motor vurmuşdu, valı tamamilə yeyib sıradan çıxartmışdı. Müştəriyə bildirmişdilər ki, təzə val alınmalıdır. Təzə valın da qiyməti bilirsiniz də, ən aşağı valın qiyməti 800 manatdan başlayır. 1000-2000 aralığında. Bu yoldaş bizim nömrəmizi tapdı, bizlə əlaqə saxladı və biz Gəncədən göndərdikdən sonra malı qəbul eləyib, zavod şəraitində tamamilə bunu bərpa edib, zavaskoy ölçülərə, razmerlərə gətirdik. Tam yenisindən seçilmir. Belə kim istəsə od bahasına val almağa ehtiyac yoxdur. Bu formada təmir bərpa işlərini görürük, zəmanət də verdik. Çəkirəm, sən prosto əvvəlki vəziyyətini de, hansı idi? Sən bilirsən də. Əvvəlki oldu 2 idi də. Ay sağ ol. Əvvəl nətər idi? Ay sağ ol. Nətər idi əvvəlki vəziyyəti? Yumurta. Yəni yeyinti idi, bir tərəfi də qabarıq idi. Düzdür? İndi görsən, bu bütün ölçülər zavaskoy ölçüdür. Yəni bu zavod şəraitində hazırlanır. O yanı bu yanı ola bilməz də. Yəni Yox bizə bir sən. Bunların Biz harda yoxlatdıraq. eynidir. Ha. onun ştangerindən özləri o motorist var, motoristdə olur. Ştangeri qoyan kimi biləcəkdir.